Hər kəsə salamlar. İlməlb kanalıma xoş gəlmisiniz. Yeni yüklədiyim videolardan xəbərdar olmağınız üçün kanalıma abunə olub, videolarımı bəyənərək mənə dəstək olmağı unutmayın. Bu videoda yeni başlayan xanımlarımız üçün toxuma texnikalarını göstərəcəyəm. Oyuncaq toxuyanda lazım olan texnikaları. Sehirli halqadan artırma, azaltma, trabzonlar, yəni oyuncaq toxuyanda istifadə edəcəyimiz bütün texnikaları göstərməyə çalışacağam. Yeni başlayan dostlarımızın üçünsə ilk öncə zəncir necə çəkilir, onu göstərmək istəyirəm sizə. Elə isə başlayaq. Bismillah. Deməli, ilk öncə ipin qısa tərəfini iki barmağımızın arasında saxlayırıq, uzun tərəfini növbəti iki barmağımızın arasında saxlayırıq, milçəni sapın arxa tərəfindən keçirdirik, fırladırıq, ipin uzun tərəfini görürsünüz, milçənin qarmağına ilişdiririk, bu cür ilməmizi tuturuq barmağımızla və birinci ilməni toxuyuruq. Bu aşağıdakı qısa ipi dartaraq ilməmizi bərkidirik. Yenidən göstərirəm, baxın. İpin qısa ucunu iki barmağımızın arasında saxlayırıq, uzun tərəfini iki barmağımızın arasında saxlayırıq, sonra bu iki barmağımızın arasında qalan məsafədə ip, onun arxa tərəfdən, ipin arxa tərəfindən milçəni keçirdirik, fırladırıq, ipi qarmağa ilişdiririk, barmağımızla da bu birisi ilməni tuturuq, görürsünüz, X formasındadır və milçəni ilməyin içindən keçirdirik, qısa ipimizi dartırıq, birinci ilməmiz hazır. İkinci ilməni, birinci ilməmiz artıq hazır. İkinci ilməni necə toxuyuruq? Uzun ipin altından milçəni keçirdirik, qarmağa görürsünüz, ipi ilişdiririk və bu ilmənin içərisindən çıxardırıq. Əlimizdə saxlayırıq, növbəti ipin altından milçəni keçirdirik, ipi qırmağa ilişdiririk və ilmənin içərisindən çıxardırıq. Yenə də ilmənin içərisindən çıxardırıq. Görürsünüz, ipi qırmağa ilişdiririk, ilmənin içərisindən çıxardırıq. Qırmağı ipin altından keçirdirsiniz. İpi tutursunuz qırmaqla və toxuyursunuz. Bu cür zəncir çəkmiş olursunuz. Elə edin ki, zəncirin bütün üzü, üz tərəfi hamısı eyni olsun. Zəncir burulmasın. Burulsa bilin ki, nəyisə səhv eləyirsiniz və diqqətlə baxın. İpin altından milçəni